Səni də gözləyəməsin quzum. Bəli. Hayalleriniz darmaduman değil mi? Always expect unexpected. Qaynaq görmüsünüz, onu nəzləmişsiniz. Bilinir bu arada qaynaq olduğu, yəni buraların açıq renk olmasından ambre balyajda belə olmur. Famil nəyi, heç nəyi. Bir fan clubımdır. Məncə çox tırmayan insanlardan biridir. Bayaq girmişdi canlıma. Onu deyirsiniz. Gündüz bəy salam deyir. Nə qədər rastladım çıxır ayılıq. Hesablamamışam Bəhram. Çalışıram maksimum metro ilə gedəcəyim yerlərə. Əgər taksi ilə gediləcək qədər uzaqsa yol pulu götürürəm. Cavab verin də görmədim. 2K var. Rasxod deyirsən və gəlir deyirsən. Belə modelliklə bağlı rasxod deyirsən, yoxsa öz rasxoduma deyirsən? Elə 2K olmaz, 1 var amma. 1000 çıxar. Qaynaqdan sonra vapşın. Yəni həqiqətən deyirsiniz, nədir bunun adı? Qızların nə xərci var? Ciddən xərcimiz çoxdur. Yay gəlir vapşı pedikür falan. Qışda yenə dırnaq elətdirmirlər. Çoxu qızlar bayaq pedikürü lazır. O sudur, bu sudur. Yəni ciddən xərcimiz çoxdur. Həqiqətən Allah haqqı çoxdur. Makyaj falan dərdi səri. Bir də bitəndə hamısı birdən bitir. Bax, indi keçən dəfə makyaj şeyləri almışam da. Bax, valla. İndi görürəm saç lakımdan mus qutarıb. Yəni hofdum bitir hamısı. Ne belə olur? Paltarı yenə deyirsən ki, giyinirsən də bir müddət. Və yay olanda evdə oturmaqdan sıxılırıq. Hər dəfə şəhərə çıxırıq. Və şəhərə çıxan deyirsə bir dənə kofe içim gəlim. Andola elə olmur. Şəhərə çıxdım, mən minimum 20 xərcləyirəm. Bax, Allah haqqı, minimum 20. Kofe içib qayıtmaqla olmur. Ora gedirsən, falan şey alım. Bura gelirsən, bu sırğanı gördüm, bunu da alım. Bir rasxod edirsən, sən necə pul yığa... Ona görə pul yığa bilmirəm də. Mən xərclərimi pul yığarıq eləmirəm. Zaten onlar çıxır, başa düşdün necə? Mən ümumiyyətlə pul yığmaq, yəni başa düşdün, əllə tutulur bir şey yoxdur. Hə, dırnaqdır, saçdır, makyaj. Yəni, modeliyə başlayandan, oktyabrdan başlamışam da, bir 4K'dan çox qazanmışım. Maşallah. Bir 4K'dan çox qazanmışım. Ortada bir şey yoxdur. Əllə tutulur bir şey yoxdur. Məsələn, nə bilim, telefonumu alar insan, necə başa salma, kompüterimi alar, harası bir investisiyamı eləyər, qızılımı alar. Əllə tutulur bir şey yoxdur. Hamısı boş-boş gedib. Ya yeməyə, kofeyə, nə bilim, giz-giz şeylərə. Giz-giz də deyil əslində, normal insan yaşam xərcidir. Prosta ki, çox çarçur eləyirəm. Bu dırnağı falan saymıram çarçur, olması gərəkəndir, yəni dırnaq səliqəli görsənir. Qaynaq da saymıram, çünki saçım çox nazik idi. Məsələn, çöldə çox pul xərcləyirəm. O yersizdir. Çox yersizdir o. Bir də kredit də ödəyirəm. Öz kreditimi özüm ödəyirəm. Normal olaraq evdən götürmürəm. Nə demək olar, pul götürmürəm. Arada. Belə. Kreditə mən aylıq nə qədər verirəm? 2 dənə ayrı kreditə. 3 dənəyə daşı. Oy Allah. Nəsə də vopşum çoxdur xərclər. Qarışdırmayın orasını. Bəli. Sakko Bəhramın dostu Sakkodur.